Bugün şəhid Emin Fəxrəddinoğlu Ələsgərovun şəhid olmasından 6 il keçir. Bugün onu il dönümünü qeyd edirik və bu münasibətlə onun və 1-ci və 2-ci Qarabağ müharibəsində müasir Azərbaycanımızın ərazi bütövlüyünün sürəni təmin edilməsi uğrunda həyata keçirilən müharibədə 1-ci və 2-ci Qarabağ müharibəsində Ermənistan Respublikasının işğalçılıq, soyqırım siyasətinə, təcavüz siyasətinə, böyük Ermənistan siyasətinə qarşı müharibədə, ədalətli müharibədə iştirak edərək vətənimiz naminə, bugünümüz üçün, gələcəyimiz üçün, Azərbaycanın layiq olduğu yerdə dayanması üçün ən yüksək zirvəni fəth etmiş şəhidlərimizin Gülman Süleymanovun, Nurlan Sultanovun və qeyd etdiyimiz kimi Emin Ələsgərovun şərəfinə bu bulaq kompleksini öz şəxsi vəsaitimlə, öz təşəbbüsümlə inşa etmişəm, özüm də işləmişəm, ustalarla bir yerdə, bütün xərcində özüm çəkmişəm. Yəni, bu məktəbin qarşısında, bu abidəni qurmaqda, bu şəhidlər kompleksi qurmaqda məqsədim ondan ibarətdir ki, məktəb şagirdləri, uşaqlarımız, gələcək əskərlərimiz, gələcək dövlət qurucularımız olan gənclərimiz, şəhidlərimizin keçdiyi tarixi yola yüksək dəyər verərək, onları qiymətləndirərək, onların barəsində əyani şəkildə daha geniş məlumatlar əldə etmək üçün və şagirdlərimizdə körpəlikdən başlayaraq vətənpərvər ruhun formalaşması, inkişaf etməsi məqsədi ilə burada bu abidəni qurmuşam, yəni bulaq kompleksini, şəhidlər bulaq kompleksini işləmişəm, su ilə təmin eləmişəm, su çəkdirmişəm və burada ardıcıl olaraq su məsələsi öz həllini tapmışdır. Hörmətli Sərdar müəllim, məktəbimizin direktoru həmişə şəhidlərimizi diqqət mərkəzində saxlayır və bu abidənin qorunması üçün, yəni şəhidlər bulaq kompleksinin qorunması üçün üzərinə düşən vəzifələrin ötəsindən layiqincə gəlir. Xüsusi olaraq qeyd eləmək lazımdır ki, uşaqlarımızın, gənclərimizin vətənpərvər ruhda böyüməsi üçün gələcəkdə şəhidlərimizin keçdiyi tarixi yolu dərindən mənimsəyərək onların yolları davam etdirmək üçün vətənpərvər ruhda tərbiyənin mahiyyətinin, məzmununun nədən ibarət olmasını bir daha burada əyani şəkildə görür və hiss edirlər. Ona görə də bir stat gətirmək istəyirdim ki, müasir Azərbaycan Respublikasının qurucusu və banisi, baş mimarı Azərbaycan Respublikasının, müasir Azərbaycanımızın iqtisadi, siyasi əsaslarını hələ totalitar komünist rejimi şəraitində, Sovet hakimiyyətinin mövcudluğu şəraitində hələ 53-cü illərdən başlayaraq qurub yaratmağa başlamış, 70-ci, 80-ci illərdə daha da dəli doğru aparmış və Azərbaycanımızın iqtisadi, sosial bazasını, müasir Azərbaycanımızın iqtisadi əsaslarını yüksək səviyyədə qurmuş. Yəni, müasir Azərbaycan dövlətini, müasir Azərbaycanın qurucusu olaraq tariximizə daxil olmuş Heydər Əliyev vətənpərvərlik prinsipi, vətənpərvərlik hissləri haqqında demişdir. Vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir insanın həyat qanunu, həyat nizamnaməsi, həyat prinsipi olsun. Vətənpərvərlik hissi hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş öz həyatından, öz yaşayışından milli maraqlarımızı, vətən maraqlarını üstün düşsün. Onda hər bir şəxs, hər bir vətəndaş vətənpərvər olur. Yəni bu ruh,
bu xarakter hər bir Azərbaycan gəncində, hər bir vətəndaşında olduğuna görə, formalaşdığına görə onlar Azərbaycan prezidenti Cənab İlham Əliyevin siyasətinə dəstəklərini ifadə edərək, onun komandanlığı ilə döyüşməkdən qürur hissi keçirərək düşmən üzərində qələbənin əldə edilməsi, Respublikamızın işğal altında olan torpaqlarının işğaldan azad edilməsi məqsədi ilə öz həyatlarından, öz yaşayışlarından vətən maraqlarını üstün tutaraq ən yüksək zirvəni fəth etmişlər. Əbədi yaşarlıq zirvəsinə, şəhidlik zirvəsinə ucalmışlar. Yəni şəhidlik zirvəsi ən uca zirvədir və müdrik rəhbərimiz də qeyd etmişdir ki, şəhidlərimizin uyduğu torpaq sahəsi Azərbaycanımızın ən müqəddəs torpağıdır. Azərbaycanda çoxlu abidələr vardır. Ancaq şəhid abidələri, şəhid məzarları Azərbaycanımızın ən əzəmətli, ən gözəl abidələrindən biri və birincisidir. Bu abidələr daim ziyarət edilməlidir. Onların qəhrəmanlıq tariximizdəki rolu və yeri barəsində əyani şəkildə gənclərimizə məlumat verilməlidir. Ona görə də bir daha qeyd edirəm ki, bu abidənin məktəbin qarşısında olmasının şagirdlərimizdə vətənpərvər ruhun, vətənə olan məhəbbətlərinin, insanlıq hisslərinin daha da yüksək səviyyədə olmasına müsbət təsir göstərir. Yəni Azərbaycanın qəhrəman igid oğulları, müasir Azərbaycanın qurucusu banisi olan Heydər Əliyevin siyasətinin davamı olaraq 2003-cü ildən etibarən Azərbaycan prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasətinə dəstək ifadə edərək özlərini bu günümüz üçün, gələcəyimiz üçün qurban vermişlər. Yəni onun komandanlığı ilə döyüşməkdən qürur hissi keçirərək müasir Azərbaycanımızın dünya miqyasında layiq olduğu yerə dayanması və qürurunun bütövlükdə bərpa edilməsi üçün canlarını vətən yolunda qurban vermişlər. Və bu cür oğullarımızın formalaşmasında, inkişaf etməsində şəhid ailələrinin hər birinin xidmətləri əvəzsizdir. Ona görə də şəhidlərimizin hər biri Azərbaycanımızın tarixinə milli qəhrəman olaraq, vətən müharibəsi qəhrəmanı olaraq daxil olmuşlar və onları bu ruhda böyüdən ataların, anaların hər biri Azərbaycanımızın milli qəhrəmanıdır. Yəni, bütün inkişafın təməli, insanın formalaşmasının təməli ailədə və məktəbdə də davam etdirildiyinə görə də məktəb kollektivi də əsl qəhrəmanlıq nümayiş etdirərək bu cür gəncləri formalaşdıraraq hər bir müəllimimiz Azərbaycanımızın milli qəhrəmanı səviyyəsində xalqımızın milli sərvəti olan müstəqilliyimizin qorunması üçün, ərazi bütövlüyünün təmin edilməsi üçün canlarını qurban vermiş, hər bir şəhidimizin qəhrəman ruhda böyüməsində xüsusi xidmətlər göstərmişlər. Və bunun məntiqi nəticəsi olaraq Azərbaycan Respublikası bu günləri qəhrəman şəhidlərimizin tariximiz qarşısında xidmətlərinə yüksək dəyər verərək onların hər an anılması, bunların xidmətlərinin yüksək qiymətləndirməsi istiqamətində işləri həyata keçirir və ölkəmizin prezidenti Cənab İlham Əliyev qeyd etmişdir ki, biz əldə etdiyimiz bu böyük qələbəyə görə şəhidlərimizə borçluyuq, onları qəhrəman ruhda böyüdən atalara, analara borçluyuq. Və bu qələbənin əldə edilməsi onu bir daha təsdiq edir ki, Azərbaycan Respublikası dünya miqyasında müstəqil siyasi xətt həyata keçirir və bu siyasətə Azərbaycan xalqı, Azərbaycan ordusu öz dəstəyini ifadə etmişdir. Azərbaycanda bu istiqamətdə həyata keçirilən siyasətin məntiqi nəticəsidir ki, 21-ci əsr tariximizdə, dünya tarixində və şəriət tarixində
heç zaman baş verməmiş ən çətin müharibədə Azərbaycan xalqı 44 gün ərzində çox böyük qələbəyə imza atmışdır. Yəni dünya ölkələrinin, dünyanın ictimai siyasi təşkilatlarının, o cümlədən ən böyük ictimai təşkilat olan, dünya miqyaslı siyasi təşkilat olan Birləşmiş Millətlər Təşkilatının, onun Təhlükəsizlik Şurasının həll edə bilmədiyi məsələləri 30 il müddətində Ermənistan Respublikasını Baş Məclisin, BMT-nin Baş Məclisinin qəbul etdiyi qətnamələrin tələblərinə uyğun olaraq, yəni ki, 2330 saylı, 3314 saylı qətnamələrin tələblərinə uyğun olaraq, yəni Baş Məclisinin 1967-74-cü illərdən hələ qəbul etdiyi qətnamələrin tələblərinə uyğun olaraq, hərbi cinayət törətdiyi ölkə olaraq tanınması təmin edilmədiyinə görə və Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamələrin icrasının təcavüzkar işğalçı ölkədən Birləşmiş Millətlər Təşkilatı nizamnaməsinin 39-cu maddəsi tərəflərinə uyğun olaraq və həmin maddənin tərəflərinə uyğun olaraq nizamnamənin 6-cı, 7-ci fəsillərində nəzərdə tutmuş qaydalara uyğun olaraq Ermənistan Respublikasına qarşı məcburiyyət tədbirləri həyata keçirilmədiyinə görə və işğal edilmiş ərazilərdən işğalçı qüvvələrin çıxarılması, məcburi qaçqınlarımızın, köçkünlərimizin dədə-baba yurtları qaytarılması və onların orada yaşaması təmin edilməsi öz həllini tapmadığına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, dünya miqyaslı siyasi xadim, dünyanı idarə etmə qabiliyyətinə malik olan Prezident Cənab İlham Əliyev ölkədə baş verən hadisələri, dünyada baş verən prosesləri dərindən təhlil edərək dünya ölkələrinin bu məsələni sülh yolu ilə həll etməli olan ölkələrin Ermənistan Respublikasının təcavüzkar işğalçı ölkənin yanında olmasını dərindən təhlil edərək Azərbaycan ordusunun qüdrətinə, Azərbaycan ordusunun qabiliyyətinə arxalanaraq Azərbaycanda gedən proseslərə yüksək qiymət verərək Birləşmiş Millətlər Təşkilatı nizamnaməsinin 51-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 111-ci maddəsi tərəflərinə uyğun olaraq beynəlxalq hüquq normalara və prinsiplərinə əsasən Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının işğaldan azad edilməsi məqsədi ilə ədalətli müharibənin həyata keçirilməsini icra etmişdir. Yəni bu istiqamətdə 2020-ci ilin 27 sentyabr tarixində həyata keçirilən əməliyyatlarda Azərbaycan ordusu dünyanın həll edə bilmədiyi məsələləri və həll etmək istəmədiyi məsələləri 44 gün ərzində həll etmişdir. Və ona qədərki dövrdə Tovuz döyüşlərində Azərbaycan ordusu dünya miqyasında özünün daha qadir olduğunu bir daha təsdiq və sübut etmişdir. Yəni ki, Azərbaycan ordusu Tovuz rayonu istiqamətində Ermənistan Respublikasının Azərbaycan Respublikası ilə sərhədboyu ərazilərdən Respublikamızın qərb bölgələrini işğal etmək, neft-qaz kəmərlərini ələ keçirmək və böyük Ermənistan yaratma planlarını həyata keçirmək məqsədi ilə qəfil hücumlarının qarşısının alınması istiqamətində tədbirlər uğurla həyata keçirilmişdir və bəşəriyyət tarixində ən böyük qələbənin təməlli qoymuşdur. Yəni ki, Azərbaycan ordusunun generalı tarixdə ilk dəfə olaraq səngər generalı olaraq və səngərdə şəhid olmaqla, əskərlərimizlə, zabitlərimizlə bir şəhidlik zirvəsinə yüksəlməklə səngər generalı olmasını, Azərbaycanın ordu birləşmələrində əskərlərimizlə ali zabit heyətinin bir yerdə olmasını və tüm qüvvələri qarşıya qoydulan məsələləri həll etməyə qadir olmasını bir daha təsdiq və sübut etmişdir. Bu məsələnin baş verməsinə qədərki dövrdə Azərbaycan ordusunun sıralarında xidmət edən Emin Ələsgərovun biz xidmətlərini bir daha yüksəkdən
değer vererek, yüksek değer vererek onun da adının burada eks olmasını təmin eləmişik və onun qızının xahişini əsasən mən nəzərə alaraq ona sonradan şəhid statusu verildiyinə görə onun da portretini bu bulaq kompleksinə əlavə etmişəm. Burada onun da adı yüksək səviyyədə öz əksini tapır. Yəni ki, şəhid Emin Ələsgərovun xalqımıza bəxş elədiyi bir yeganə evladı var. Mələk adlı 9 yaşında qız bəxş etmişdir xalqımıza. Mələk balamız uzun müddət səyahətində problemlər olmuşdur və bu problemlərin həllində Azərbaycanımızın birinci vitse-prezidenti, onu rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi xidmətləri olmuşdur. Sonra Yaşad Fondunun və bununla yanaşı olaraq kəndimizin Rusiya Federasiyasında olan işləyən, bizneslə məşğul olan bəzi şəxslərdə mən özüm qəsdən müraciət elədim ki, bu uşağa valideynəsinə köməkdarlıq eləmək lazımdır, dəstək tutmaq lazımdır. Ancaq çox təəssüf ki, həmin şəxslərin heç biri bu məsələnin həllində bu sözləri demədilər. Ancaq əksinə problem yaratmaq istiqamətində işlər apardılar. Bizim hörmətli kəndimizin Rusiya Federasiyasında olan imkanlı şəxslərinin əsas məşğuliyyəti ondan ibarətdir ki, hansısa bir müğənnicik geçsin, sonra da bəzəlsin, düzənsin, onun başından $100 yağdırsınlar. Onların işi peşəsi bundan ibarətdir ki, qıraqda geçsinlər, desinlər, deməzsən bu Doni Qırğıldandır, bu filan kətdəndir, bu yaxşı Doni Qırğıl Varlı kətdir. Varlı kətsə, imkanlı kətsə, nəyə görə şəhidin qızına heç bir adam orada 200-300 adam var. Bizəcəyi ona dəstəyini ifadə eləmir. Ancaq çox sağ olsun dövlətimiz, Azərbaycanımızın birinci vitse-prezidenti şəhid Eminin qızına çox böyük dəstək durdu, onun maliyyəsini həyata keçirdi. Biz şəhid ailəsi adından, şəhidin qızının adından, öz adımızdan hörmətli Mehriban xanıma dərin təşəkkürümüzü və minnətdarımızı bildiririk ki, həqiqətən şəhid ailələrinə, onların övladlarına çox yüksək dəstəklərini ifadə edirlər. Yəni burada bir daha qeyd edirəm ki, bax bu gördüyünüz abidəni mən qurmuşam, siz özünüz də yaxşı bilirsiniz. Heç kəsdən bir manat da olsa maddi vəsait almamışam. Yəni özümün təşəbbüsündən bir daha qeyd edirəm ki, bu məsələ öz həlini tapmışdır, təvəzzükarlıqdan uzaq da olsa və burada Azərbaycanın bayrağını uzatmışam. Yəni bu məktəbimizin kollektivi də bu istiqamətdə üzərində düşən vəzifələrin peşində laqincə gəlirlər və məktəbimizə təzə direktor təyin edilmişdir. Hörmətli Sərdar müəllim fəaliyyət göstərdiyi bir il ərzində məktəbimizdə çox böyük böyük yaratmışdır. Şagirdlərimizdə vətənpərvər ruhun daha da inkişaf etdirilməsi üçün. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah ordumuzu, xalqımızı qorusun. Allah Azərbaycan Respublikasının prezidenti, silahlı qüvvələrimiz Ali Başkomandanı, Nasır Azərbaycanımızın tarixinə qurtuluş tarixi olaraq daxil olmuş Cənab İlham Əliyev qorusun. Sizə çox təşəkkürümüzü bildirir, hörmətli Araz müəllim. Sizin televiziyanıza, Şimşək televiziyasına sizə dərin təşəkkürümüzü bildiririk ki, gəldiniz, çəkdiniz, burada iştirak elədiniz. Sizə bir daha dərin təşəkkürümüzü bildiririk. Kənd sakinləri adından ki, şəhidlərimizin tarixi yoluna hürmət verdiniz. Çox sağ olun, təşəkkürümüzü bildiririk sizə.